Sizi Azərbaycanın incisi sayılan, Qızılgüllər diyarı adlandırılan Zaqataladan salamlayırıq. Azərbaycanın turistlər tərəfindən ən çox ziyarət edilən bölgələrindən biri Zaqatala şimal qərbdə yerləşir. Ərazisindən 7 çay axan Zaqatala 1830-cu ildə inzibati rayon kimi yaranıb və 1840-cı ildən şəhər adlandırılıb. Zaqatala qədim şəhər olduğuna görə burada 4-cü, 5-ci əsrlərə aid çox sayda tarixi və memarlıq abidələri mövcuddur. Zəngin flora və faunaya malik Zaqatalada 1929-cu ildə Dövlət Təbiət Qoruğu yaradılıb. Cənubi Qafqazda qurulan ilk qoruqlardandır. Burada inşa edilmiş beynəlxalq hava limanı isə turistlərin rahat gəlib gedməsini daha da asanlaşdırır.